Həyasızlıq, üzr istəyirəm, bu sözü işlədirəm məcburam, qoçaqlıq kimi qələmə verilir. Ki, filan kəs qoçaqdır. Qardaş, o qoçaq da öyle başımadan, o həyasız adamdır. Və yaxud da talım, tərbiyəli hərəkət eləmək, mədəniyyətli olmaq yazıqlıq kimi qələmə verilir, qanmazlıq kimi. O qanmır, əşi. O qanır, başa düşür, o tərbiyəli adamdır. Özünü soxmağı özünə sığışdırmır, özünə yaraşdırmır o cür həyat, sənin yaşadığın həyat tərzini. Çünki o tərbiyəli adamdır. Onun qanında, kökündə, atasından, babasından gəlmə bir mədəniyyət var, bir tərbiyə var. Bax, bu mənada meyarlar biraz pozulub. Yaşamağı bacaran, yaşamaq üçün müxtəlif axınlara rahatca qoşula bilən adamlara deyirlər, o həyatı yaşamağı bacarır. Qardaşım, o bacarıqdan başqalarında da var. Sadəcə olaraq onlar özlərinə sıxışdırmırlar o cür yaşamağı.